Salam mərkəz dostlar. Bugünkü mövzum Ethereum Name Service olacaq. Hansı ki, bilirsiniz, Ethereum blockchainində vacib olan bir məsələlərdən biridir. Əgər sizin belə deyək də öz şəxsi Ethereum adresiniz varsa və onu daha gözəl vəziyyətə gətirmək istəyərdinizsə, yəni daha viddi fasonlu olmağını istəyərdinizsə, yəni məsəl üçün o maşınların nömrələri fasonlu viddi zat yadda qalan, yəni Ethereumda da belə bir mövzu var. Gəlin baxaq görək bu nədir və bunun bizə faydası ola bilərmi və yaxud olmaya bilərmi? Ethereum Name Service ümumiyyətlə artıq 2020-ci illərdən səhv eləmirəmsə artıq var, mövcuddur. Mən o vaxtdan hətta özümə Name Service, yəni name götürmüşəm, ad götürmüşəm, domain adı götürmüşəm. Ümumiyyətlə bu domain adları imkanları verir. Biz təbii ki, gəlin launch up eləyək və baxaq içəridən nə var, nə yox. Öz Ethereum cüzdanımız mütləq şəkildə bizim Ethereum cüzdanımız olmalıdır. Balansında $5 olmalıdır mütləq. Çünki Ethereum Name Service almağın qiyməti $5-dır. Balansda bir $10 da olsa almaq olar. Biz təbii ki, baxın, burada axtara bilərik. Özümüz üçün bir ad görsün, mən daha öncə adlar axtarmışam. Tutaq ki, hansısa bir ad yaza bilərsiniz bura. Baxın, burada məndə Həsən yazılıb. Həsən artıq, məsələn, var. Vüqar adı yazaq, məsələn, görsün, available var. Yəni, bu ad var artıq. Məsələn, kriptograf yazsaq, bu adı mən götürdüyüm üçün görsün qabağında registered yazılır. Məsəl üçün, biz əgər Vüqar adı götürürüksə və digər bir ad götürürüksə, tutaq ki, mən indi Bitcoin az adını yoxlayacağam. Available-dır. Yəni Bitcoin az bizim tutanlardır və bu ad available-dır və gəlin bunu almağa cəhd eləyək. Burada məsəl üçün 3 rəqəmli belə deyək də 3 rəqəmli adlar da var. Bunlar çox bahadır. Yəni görürsüz $640-dır bir illiyi. Amma bizə bu lazım deyil. Bizə sadəcə olaraq Bitcoin az domain lazımdır. Hansını ki, indi biz registrasiya eləyəcəyik. Gördüyünüz kimi bizə göstərir hər şey ki, hal-hazırda Ethereum blockchainində bizdə komissiyalar az olduğuna görə biz 6 sentə, yəni bunu edə bilərik. Bu alış, yəni 1 illikdir. Bu domain sizdə olacaq. Daha çox il istəyirsinizsə, yəni məsəl üçün daha çox yaza bilərsiniz. Mən indi videoya görə 1 illik alacağam və lazım olsa lapsınki gələcəkdə Bitcoin az, yəni YouTube kanalımın adı ilə uyğun olduğuna görə saxlaya bilərəm gələcəkdə. Və görürsünüz, burada göstərir ki, yəni 5 illik alanda vəhşi 0% qaza komissiya gedir. Və 100 Premier Name əgər bunu qoşub qoysaq, bu adı biz aldıqdan sonra dərhal bu ad artıq bizim, yəni baxın, bu adresimizə, yəni Ethereum adresimizə yapışacaq. Hal-hazırda mənim düzdür, Ethereum adresimin köhnə bir adı var idi. Onu indi çıxarmışam, amma hal-hazırda baxın belə görünür, yəni görürsünüz, az görünür. Amma indi biz yeni ad alacağıq. Bu köhnə adlardan biridir. Hələ bir yapışdırmışdım bura. Var idi bu ad burada. Və indi bu adı da istəyiriksə, əgər bu ad bizdə əsas ad kimi görünsün, Use Premier Name-də biz bura əlavə eləyə bilərik, qoşa bilərik bunu. Bunu alırıq və avatar zad qoya bilərik. Şəkil əgər istəyirsinizsə, hansısa bir şəkil qoya bilərsiniz. Özünüz bu sizin öz işinizə uyğundur. Adresiniz zaten burada yazılıb sizin. Bunu dəyişməyə bilərsiniz. Add more to profile düyməsini vurub. Burada istənilən nickname əlavə edə bilərsiniz. Məsəl üçün, mən nickname əlavə edib Bitcoin az YouTube yazıram. Məsələn, belə bir şey yazıram. Və yaxud digər məlumatlarda təbii ki, baxın, digər adreslərinizdə qoşa bilərsiniz. Bunlar publicdir, yəni hər kəs görə bilər bunu. Ona görə də bura ancaq public məlumatlar, yəni hər kəsin ələ çata biləcək məlumatları doldura bilərsiniz. Add header da vurub, baxın, belə bir maraqlı bir header-da, yəni banner kimi də əlavə edə bilərsiniz öz NES-inizə. Əlavə etməyə də bilərsiniz təbii ki. Next düyməsini vurursunuz və burada bizə artıq hər şey göstərir. Begin vururuq və gözləyirik, valleti açırıq, ödəniş edirik. Burada komissiyanı deyirik. Mən komissiyanı da ən az qoyuram. Ethereum blockchain'də zaten komissiyalar indi aşağı düşüb. Əgər NES-iniz yoxdursa, Ethereum Name Service-iniz yoxdursa, yəni almaq məncə indi fürsətdir. Əgər bu sizə təbii ki, maraqlıdırsa, kiməsə maraqlı deyilsə almaya bilər. Birja adreslərini bura qoşmaq olmur. Yalnız və yalnız özünüzə məxsus olan, tutaq ki, MetaMask, Rebbe Wallet və yaxud nə işlədirsə, mən əsasən Bear Wallet işlədiyimə görə məndə bu walletdədir və bu walletdə olan cüzdanıma qoşacağam. Bu cüzdanı digər hansı walletlərə qoşsam fərqi yoxdur. Hər birində o ad, yəni keçərlidir. Bu ad birbaşa mənim, belə deyək də, adresimə yapışır 1 illik. 10 illik alsam 10 illik və yaxud daha çox alsam daha çox həmişəlik. Harada qoşsam fərqi yoxdur, hansı cüzdanda olsun. Yaxşı bir məsələdir o baxımdan ki, siz məsəl üçün belə deyək də, Block Explorer'də biri sizə bu məsələn bəzən olur ki, scam tokenlər göndərirlər falan. Scam token göndərən adreslər sizin adresinizə oxşayan adreslər ola bilər ki, siz səhvən kopya eləyib ora USDT göndərəsiniz və təbii ki, siz əgər adresinizə girirsinizsə və orada domeninizi görürsünüzsə, deməli bu siz artıq düzgün bir yerdəsiniz deməkdir. Complete registration vururuq, bir dənə də transaksiya həyata keçirəcəyik. İkinci transaksiyamızı həyata keçiririk. Burada artıq səhv eləmirəmsə ödəniş transaksiyasıdır, bəli. Minimal qaz qoya 9 sentə yaxın qazı gedəcək. Mən bilin qaz komissiyası yeniliyə səhifəyə baxaq. Bəli, transaksiyamız həyata keçmək üzrədir və transaksiyamız həyata keçdikdən sonra biz artıq
burada yeni adı görəcəyik. Düzdür, sıraza bura yapışmaya bilər. Çünki daha öncə köhnə ad olduğuna görə hələ köhnə ad çıxmayıb. Bax, göstər ki, Bitcoin az adını siz özünüzə götürdünüz deyir. Və bundan sonra artıq biz tamamilə pulsuz şəkildə istənilən adreslərimizə, digər adreslərimizə, məsələn, hansısa bir adresimizi götürüb, tutaq ki, məndə burada bütün adreslər də var. Məsələn, hansısa bir adresimizi götürüb, ona subdomen düzəldə bilərik. Burada gəlin ilk öncə tanış olaq, sonra subdomenə baxaq. Baxın, görürsünüz, hər bir şey görürük, vaxtı bitmə tarixini görürük. Haça bitəcək, yanvar 4 2027-ci il. Rekord bölümündə biz nə məlumatlar var, baxın, yazılıblarımız. Ownership-də göstərir ki, hansı cüzdandadır. Görürük ki, bizim cüzdanımız həm ownerdir, həm managerdir. Bu tam olaraq doğrudur. Subdomain bizdə yoxdur, yaratmamışıq. More düyməsində də biz baxa bilərik. Baxın, burada artıq əlavə məlumatlara baxa bilərik. Kim istəsə baxa bilər. Subdomain bölümünə biz giririk. Baxın, subdomain ən maraqlı məsələlərdən biridir. Burada tamamilə artıq pulsuz. Bu domen sizə aiddir. Və siz bunun qabağına hansısa bir söz artırmaqla, tutaq ki, yeni.bitcoin.az domenin verə bilərsiniz. Adresinizi yapışdırırsınız. Məsələn, ikinci cüzdanımızın adresini yapışdırırsınız bura. Next vurursunuz və Open Wallet vurursunuz. Təsdiqləyirsiniz transaksiyanı. Bundan sonra siz bir dənə də subdomain yaradacaqsınız. Yəni sizin domeninizlə oxşayan, amma əvvəli məsəl üçün yeni sözü ilə olar. Və siz bu domeni digər adresinizə qoşa bilərsiniz. Problemsiz qoşa bilərsiniz. Hətta yəni öz adresinizə də ikinci domen də düzəldə bilərsiniz. Məsələn, mən bu adresə yenə də subdomain düzəldə bilərəm. Məsəl üçün, tutaq ki, yazıram ki, bura rezerv, tutaq ki, Bitcoin az next vururam, öz adresimi yəni də ala biləm, next vururam, Open Wallet, transaksiyanı təsdiq edirik. Bunlar çox sadə bir şeydir əslində, yəni sadəcə olaraq bilirəm, başa düşürəm, kimsə deyə bilər ki, çox tez-tez olur, amma əl öyrəşmək söhbəti var. Mən bunu artıq yavaş eləməyi bacarmıram. Və baxaq, burada yenilik gedir, baxın, transaksiya həyata keçsin. Baxın, Bitcoin az artıq bizdə, baxın, burada artıq Block Explorer'də görünür. Baxın, görürsünüz, Bitcoin az. Artıq bizim adresimiz, yəni bu 0.90 nə bilim nə rəqəmlərdən ibarət deyil. Konkret olaraq Bitcoin az. Məsəl üçün görürsünüz, burada mənim digər cüzdanım var ki, oradan buraya Ethereum atmışdım. Baxın, o ismat.eth bir Azərbaycan bayrağı da bura var. Bayrağı da qoymaq olur təbii ki. Öz emoji, istənilən emoji qoya bilərsiniz. İstənilən emojini daxil edə bilərsiniz. Və budur, biz yaratdıq, belə deyək də, adres, baxın, rezerv, Bitcoin az, yeni Bitcoin az. Və biz burada, məsəl üçün, My Names-də adlarımıza baxa bilərik, nələr yaratmışıq baxa bilərik. Həmçinin də, baxın, Settings bölümündə biz change eləyib, baxın, digər, məsəl üçün, baxın, mənim bu adresimə aid olan az.eth-də var. Bunu da seçib eləyə bilərəm ki, bu istifadə olunsun. Amma bütün hallarda artıq bu domenə 2 dənə, mənim daha doğrusu Ethereum adresimə 2 dənə, həm Bitcoin az.eth, həm də az.eth, mən bu daha öncə əlimdə olan domendir. Bunlar ikisi də artıq mənim adresimə aiddir. Həmçinin də bu, belə deyək də, settings bölümünə siz girdikdən sonra, əgər istəyirsiniz ki, sizin Bitcoin az məsələsində, bu mənimdir, domeniniz digər blockchainlərdə də görsənsin, bunun üçün eləyə bilərsiniz. Manage düyməsini vuraraq qoşulursunuz və görürsünüz. Burada, baxın, default Bitcoin az. Əgər burada default Bitcoin az deyilsə, özünüz bura girib Bitcoin az.eth və yaxud sizin domeninizlə son yaza bilərsiniz. Təxmini 6-7 saat ərzində həm Base ağında, həm Arbitrum One-da, Optimism-də, Linear-da, Scroll-da, hətta Polygon-da belə çıxır. Yəni, bir çox blockchain-lər var ki, burada adları yazılmayıb, amma onlarda da, yəni sizin əsas Ethereum adresinizdə olan, yəni burada olan domeniniz, əsas domeniniz orada çıxır. Hətta, yəni siz, tutaq ki, sizə kimsə, tutaq ki, gəlin götürək ki, biz istəyirik ki, müəyyən bir Ethereum göndərək, tutaq ki, başqa bir cüzdanımdan və bura Bitcoin az.eth yazdıqda artıq avtomatik olaraq, baxın, görürsünüz, Ledger Pivot, mənim o adresim çıxır və mən bura, məsəl üçün, Ethereum göndərə bilərəm. Yəni, bu çox super bir şeydir. Adres yapışdırmağa ehtiyac yoxdur. Sən əgər domeni bilirsənsə dəqiqliyi ilə, zaten səhv də yazsan, əgər sən, məsəl üçün, Bitcoin az.eth yazsan, belə domen olmadığına görə adres gəlməyəcək. Məsəl üçün, mənim tutaq ki, başqa bir domenim var, crypto.eth var domen. Baxın, yazan kimi də avtomatik həmin adresi, hansı adresə link olunub, verilib, o adresi tapır. Həmçinin də Rabi Wallet-də də bu funksiya var. Məsəl üçün, tutaq ki, göndərmək istəyirik, hansısa bir Bitcoin az.eth yazdıq və avtomatik olaraq adresimizi tapdıq, konfirm edirik və görürük ki, adresi tapdıq. Və beləcə biz ora istənilən hansısa bir coin'i, istənilən bir miqdarda olan bir coin'i göndərə bilərik problemsiz. Cüzdanların çoxu artıq Ethereum Name Service dəstəkləyir. Birjalar hal-hazırda dəstəklənmir. Yəni birjadan nəsə çıxardanda ora yəni Bitcoin məsələn, yəni Name Service bizi yazılıb nəsə çıxarmağa cəhd eləmir. Bu işləmir.
Amma digər blockchainlərdə Base, Arbitrum, Optimism, Linear Scroll əgər sizə daha öncə var idisə bu belə deyək də domeniniz var etsə və domeninizi qoşmamışdınızsa, NS saytından, yəni Ethereum Name Service-in saytından girib baxın buradan settings bölümündən digər belə deyək də blockchainləri, yəni manage baxın bu manage butonuna basıb digər blockchainlərdə domeninizin görünməsini qoşa bilərsiniz. Bu əsasən ideal bir funksiyadır kimlər üçün? Kimlər ki cüzdan işlədir, cüzdanı var, istəyərdi ki onun belə maraqlı bir domen adı olsun. Təbii ki, onlar bundan istifadə edə bilər problemsiz. Mənim demək olar ki, bütün adreslərimin hər birində domen adı var. Yəni çox bahalı bir şey deyil ki, almayım, var və hətta bəzi domenlər var ki, məndə 10-15 illik alınıb. O artıq belə deyək də şəxsi domenlərdir, hansıları ki saxlayıram. Bunu gələcəkdə hansısa sizə qazanc verəcək və yaxud verməyəcək belə bir söhbət yoxdur burada. NS zaten o vaxt airdropun keçirdi və yaxşı airdrop payladı. Bu artıq var. Hansı airdropsa da olmayacaq. Bu sadəcə olaraq informativ videodur ki, yəni kriptoda belə bir servis var ki, hansını istifadə edə bilərsiniz. Video əgər xoşunuza gəlsə dostlar, mütləq şəkildə yazın öz fikirlərinizi videonun altında. Növbəti videolar nə görmək istəsəniz, mütləq şəkildə o haqqda məlumat yazın. Bizim Telegram kanallarımıza da və qruplarımıza da qoşulun ki, belə maraqlı məsələlərdən xəbəriniz olsun. Bu qədər dostlar, sağ olun, gəlin görüşərdik.